Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin Ebil Qasimi Muhammedinil Mustafa ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. İnşallah adət olunduğu tərzdə dərsdən qabaq bir fətva möminlərin nəzərinə çatdıraq ki, biz bu fətvanı bir dəfə, necə deyərlər, dərs əsnasında yox, bir başqa ünvanla möminlərin nəzərinə çatdırmışıq. Mövzu nədən ibarətdir? Bu fətvanın mahiyyəti nədən danışır? Biz dindarıq, biz şəriət adamıyıq, biz çalışırıq Allaha xidmət göstərək qüdrətimiz həcmində. Aleykum salam. Hər bir siyasi mərhələdə və yaxud iqtisadi mərhələdə müəyyən alver növləri ortaya çıxır. Və yaxud hüquqi baxımdan qanunsuz sayılan şey müəyyən bir yerdən lisenziya alsa, həmən o şey olacaq qanuni. Amma o kağız əlində olmazdan qabaq həmən o şəxsi tuta da bilərlər, istifadə elədiyi yerdə o alətlər müsadirə də oluna bilər və s. və s. Amma bu parça kağız olan kimi bu qadağan olan şey olur, bir rəsmi bir şey. Bizim dünya qanunları ilə işimiz yoxdur. Biz Əhl-i Beyt şiyyələri təqlid əhli olduğumuza görə, müctehidə təqlid elədiyimizə görə hər bir burada oturan və bizi dinləyən Əhl-i Beyt şiyyələri hal-hazırda ələm müştehidlərimizdən birinə təqlidi vardır, lillahil həmd. Allah Teala bütün müştehidlərimizi hifz eləsin və təqlid eləyən möminləri də Allah Teala hifz eləsin bizimlə. İbadətimizi, alverimizi biz tapşırmışıq müştehidlərimizə. O şeydə ki, mən böyük mənfəət əldə eləyə bilərdim, müştehid qərar çıxardanda ki, bu alverlə bu mənfəət ki, əldə eləmsən, o sənə haramdır. Mən də barışıram bu fətvə ilə. Məsələn, bəzi əksər müştehidlərimizin nəzərində lotereya oynamaq haramdır. Bir nəfər həmən bu oyunu oynayır, 1 milyon manat və yaxud dollar pul udur bu oyun nəticəsində. Bu böyük məbləğdir. Bu adamın həyatında ağla sığmaz bir dəyişiklik eləmək mümkündür. Özünə maşın ala bilər, ev ala bilər, bir ticarət müəssisəsi düzəldə bilər filan. Müştehiddən soruşur, müştehid deyir ki, bu tərzdə olan qazanc nədir? Haramdır. Müştehid demir, onu gətir ver mənə. O haramı nə müştehid yiyir, nə sən yiyirsən. Olmaz. Aparıb qaytaracaqsan nəyə? Sahibinə və yaxud o müəssisə ki, həmən bu oyunu ortaya atıbdır. Hətta böyük bir məbləğdə gəlir əldə eləyəndə şiyə təqlid elədiyi müştehid ona deyəndə ki, bu şey haramdır, ondan nə eləyir? İmtina eləyir. Son zamanlarda, son zaman deyəndə götürürüz bir 90-cı ildən yuxarı. Setovoy biznes adı ilə məşhur bir alver var. Cürəbəcür adları var. V-Max, Supermax, mənnəm nə, ad əhəmiyyət kəsb eləmir. Piramida şəklində alver. Həmən bu alver hansı adda olursa olsun, əli cibvə qoyursan, bax belə, nə də günün altında durmursan, nə də daş daşımırsan, nə də ki, bazarda heç bir şey eləmirsən. İlk girişdə, girişin şərti odur ki, nəsə almalısan, müəyyən məbləğ qoyulur, aşağı ala bilməzsən, yuxarı yeri var, amma aşağının yeri yoxdur. Və qazanc əldə eləməyin də yolu gərək sən özündən 2 nəfər gətirməlisən, 3 nəfər gətirə də bilməzsən.
Yenə təkrar edirəm. Dükkanda araq satılır. Allah Quran-ı Kərimdə buyurub, araq haramdır. Nəşət, tiryək, gerayin filan satılır. Allah deyir, haramdır. Satan bilir satır, bilmir satmır da o onun şəxsi vəzifədir, qiyamət günü cavab verəcək. Və biz qapı-qapı düşüb və tükan-tükan düşüb qapı döyə bilmərik ki, bu şey olar, bu şey olmaz, bu şey olar, bu şey olmaz, bu kalbasa halaldır, bu kalbasa halal deyir, filandır. Bu şeyləri tükanın sahibi özü bir növ araşdırmalıdır. Həmən bu işə möminlər bu tərzdə alverə, yəni burada necə deyərlər, şəxsə kələ gəlinmir ki, məsələn, sən pul ver, mən sənin üçün, məsələn, bu dəmiri eləyəcəm qızıl. Şəxsə qabaqcadan başa salınır. Hər tərəfli, sənin əldə gəlir gətirməyin üslubu belədir, filandır, qabaqcadan bilir, şəxslər razılaşır. İndi şəxs razılaşdı da, razılaşmadı da, onun mövzuya dəxli yoxdur. Şəriətin hökmü nədir? Şəriətin də hökmü şəxsin özü əldə eləyə bilər, yəni Quran-ı Kərim, Peyğəmbər hədislərini araşdıracaq, oradan nəticə əldə eləyəcək ki, həmən bu tərzdə olan alver halaldır ya haramdır. Əgər şəxs özü bacarmırsa, təqlid elədiyi müştəhid bu şeyə rəy bildirməlidir. Təqribən bir neçə ildir bu suallar verilir, cavablar alınır. Təqribən 24 müctehid bu işin haram olmasına fətva verib. 24 müctehid. Biri başa düşmür, biri məktəb oxumayıb, biri universitet oxumayıb. Da Şiə məzhəbində müctehid qalmadı. Ola bilsin bir nəfər desin ki, hə, bu şiələrdə belədir, digər məzhəblərdə halaldır. Xeyr, digər məzhəbin də fətvası burada əlimiz altında vardı, qeyd eləyəcəm. İslam aləmində həmən bu alverə nə şiəsi, nə də əhli xilafı icazə verməyib. Haram deyiblər ki, haramdır. İndi o adları oxuyacam və sual nədən ibarətdir, onu da oxuyacam. Sadəcə olaraq qısa bir fikir oyatmaq istəyirəm. Həmən bu alver İslam dinində səmsərə deyilən bir alverdə rola yaxın bir şeydir. Səmsərə nədir? Məsələn, qardaşımızın avtobusu var. O oturur avtobusunda, bir başqa qardaş ora müştəri tapır. Küçədən onu dəvət eləyir, zəng eləyir filan kəsə. Ümumən avtobus sahibi ilə sərnişin arasında olur vasitə. Biz loru dildə deyirük, simsar, simsar hələ ərəb kəlməsidir. Cürəbəcür adları ola bilər. O simsar əziyyəti müqabilində pul ala bilər, cavab bəli ala bilər. Məsələn, sənin üçün 10 müştəri tapmışam, 10 müştərinin hər birindən mənə 1 manat verəcəksin. Təbii ki, qabaqcadan şərtləşmə olur. Nə ki, məsələn, mən işdən keçəndən sonra deyim ki, yox, mən yarısını istəyirəm, gəlirim. Qabaqcadan şərtləşmə olur. Bunun müqabilində bu adam muzd ala bilər, cavab bəli. İndi həmən bu sitavoy biznes, hərəm və yaxud nə ad qoyurlar, qoysunlar. Bu alver, bu məsələn icazə verilən həddədir ya, yox. Cavab verir ki, xeyr, elədir. Bunlar özü istehsal elədiyi bir şey satmırlar. Məsələn, Azərbaycandakılar. Xarici ölkədən istehsal olunan hər hansı bir şey üçün Azərbaycanda nə tapırlar? Müştəri tapırlar. Əvvəl özü olur müştəri. Yerə bir şey özü alsın. Sonra şirkətlə, həmən o şirkət ki, istehsal sahibidir, onu ilə bir növ say artırmaqla müştəri tapır. Yəni ki, özü qazanması üçün gərək kiməsə onun malın satmalıdır. Şəriətimizdə yoxdur ki, sən simsarlıq eləyəndə qabaqcadan nəsə almalısan. Yəni simsarlıq halaldır,
Amma qabaqcadan sən pul verib simsarlıq eləyəcəksən, bu iş haramdır. İkinci, simsar olmaq üçün gərək 2-3 nəfərdə calaşdırasan ki, sənə icazə verim, simsar olasan. Bu iş də haramdır. Simsarlıq özü halaldır. Amma simsar olmaq üçün mənə nəsə verməlisən. Və özün də nəsə qazanmaq üçün 2 nəfər gətirməsin, səni simsar götürməyəcəm, şəriətdə belə bir şey yoxdur. Bu simsarlıq baxımından bu əməlin batil olması və eyni zamanda da həmən bu şirkətlər ola bilsin Azərbaycanın müəyyən universitetlərində tədris olunsun. Eybi yoxdur. Məsələn, fəlsəfənin haqqı da var, batili də var. Fəlsəfənin haqqı da var, batili də var. Hətta müəllim bunun batil olduğunu bilə-bilə tədrisin eləyir. Ona lazımdır ki, neynəsin? Dərsin keçsin və həqiqəti izah eləsin, tərəf müqabil qəbul eləyir. Yəni, bu əməlin hər hansı bir yerdə tədris olunması onu şəriət həddinə gətirib çıxartmır. Ola bilsin tədris olunsun, ola bilsin vergi verirlər. Adicə bir nəfər bir dönərxana da açsa, bu vergisini verəcək, yəni vergi vermək. Hər hansı bir yerdə onun tədris olunması bu əməlin şəriət əməli olmasına dəlalət eləmir. Gəlin təsəvvür eləyək bir qısa bir müqayisə. İndi biz bu İslam iqtisadçılarının fikri belədir. Həmən bu alverlərə icazə vermək o deməkdir ki, ölkənin iqtisadın mərhələ-mərhələ məhv eləmək. İndi misal verim siz üçün. Gəlin bazar sistemin keçirdəyin bu setovoy biznesin gündəliyinə. Bir nəfər bazarda kərtof satmaq istəyir. Bu kərtofu satmaq üçün nə etməlidir? Əvvəl bu adamın ixtiyarı var ki, Azərbaycanda istehsal olmuş kərtofu satsın? Yox. Gərək o şirkət ki, müəssisdir, unu da o gətirəcək, kərtofu da o gətirəcək, əti də o gətirəcək, necə Hindistandan, oradan buradan ət gəlmir. Həmən o şeylər də həmən o şirkətin vasitəsilə gəlib çıxacaq. Əgər yox, biz daxili özümüzün Azərbaycan sayağı setovoy biznes yaratmaq fikrimiz varsa, hələ bazarda satıldı, sən əlavə 2 nəfər gətirdin, burada bu işə qurşanan fikir verməlidir. Mən o 1 kilo kərtofu bu şirkət vasitəsilə aldım və yaxud getdim bazardan aldım, mən bir fərq görürəm, görmüyor. Əgər fərq görmürsə, deməli bu adamın nəzərində nəsə bir problem vardır. Yəni müzakirəsi genişdir, onunla vaxt almayın. Sadəcə olaraq bir sualı oxuyun və fəqət sonra ünvanları deyəcəm. Sonra kim şəkkə düşsə ki, filan müştəhid belə şey deməyib, qabaqcadan bizə zəng vursun, biiznillah. Desin ki, 4-cü gün gələndə o fətvaları gətir, filankət müştəhid belə şey deməyib. Və biz də gətirək, sübut eləyək ki, həqiqətən də bu şeylər deyilib. Bir nəfər bu işlə məşğul olan rəhmətli Fazıl Lənkəranın adından yalan danışdı. Dedi ki, Şeyx Fazıl Lənkəran ağa mənə deyib ki, halaldır. Həmən bu alver halaldır. Biz oradan da elə zəng vurduq ağanın dəftərinə, oğlu ilə də əlaqə saxladıq və məktub da göndərdik, məktubun cavabı da gəldi. Məktub belədir. Əssəlamu aleykum və rəhmətullah və barakatuh. Müəyyən kəlamlardan sonra deməli, bəziləri nəql eləyib ki, Şeyx Fazıl Lənkərani ağa həmən bu sadalanacaq, indi o bursu suallarda qeyd eləyəcəm. Bu setovoy biznes, Qustnetdir, Qustgolddir, Vimaxdir, filandir, nə adı olursa olsun, bunlarla çalışmağa icazə verir. Cavab belə gəlib. La yəcuz ələ rai səmahəti şeyxil mərcə quddisə sirrahu. Rəhmətli Şeyx Fazıl Lənkəraninin rəyinə əsasən la yəcuz, icazə verilmir bu sadalanan şirkətlərlə alver eləmək. Və mə nuqilə anhu rahiməhullah teala kəzib. Rəhmətli Şeyx Fazıldən də nəql olunan yalandır. Yəni kim Şeyx Fazılın adından bu şirkətlərdə halallıq, şəriət iddiası eləsə, həmin adam yalan danışır. İndi Şeyx Nasir Məkarim Şirazinin
fətvasını oxuyum, sonra fəqət adlar qeyd edim, çünki çoxdur, vaxtı almayaq. Təqribən 20-dən yuxarı müştəhiddir. Deməli, sual belədir. Selamun aleykum və rəhmətullah və barakatuh. ظهرت في البلاد الإسلامية عدة شركات تعمل وفق مفهوم تنظيم الهرمي. İslam ölkələrində bəzi şirkətlər peyda olub, onlar piramida şəklində internet vasitəsilə alver qururlar və yüsəmmə əhyənən təsviq-i şəbəki və yaxud bəzi vaxtlar şəbəkə alveri ki, o setovoy biznes deyirik, bu adla çalışırlar və yaxud bəzi vaxtlar təsviq mütəəddid ət-təbəqat, müxtəlif təbəqələr filan cürəbəcür adlar ki, təki bu işə bəraət qazandırılsın. İndi şirkətlərin adını sadalamışam burada. Bu şirkətdən Gold Quest, QuestNet, Biznas, VMAX və buna bənzər şirkətlər. Fəmə hukmü təamül ma'a hadihi şirkət. Bu şirkətlərlə işləməyin hökmü nədir? Və izə kənəl hukm huvəl hurmə. Əgər siz haram fətvası vermiş olsunuz, fəkeyfə yətəsarraf mən təamələ ma'a hadihi şirkət qəblə ilmihi bil hukm. Bir nəfər bilməyib ki, bu şirkətlərlə alver eləmək haramdır. Və oradan qazancı var. Əldə elədiyi qazancı bu adam nə eləməlidir? Götürüb elə belənçi atsın küçüyə? Cavab. Birinci, Şeyx Nasir Məkarim Şirazinin müqəllidləri. Ağa geniş cavab verir, lazım olan hissəsini nəzərinizə çatdırıram. Ən-nəşatatil mərmuzə əl-iqtisadiyyə li şirkət Gold Quest və kullu şirkatil müşabihət daxiliyyə vəl-xariciyyə leysə məşru'a. Sualda qeyd olunan şirkətlər bunlarla iş görmək və bunların işi şəriətə uyğun deyil. Təşbəhul qimar, bu qumara bənzir və sair kəlmələr də qeyd edir. Şeyx Nasir Məkarim Şirazi ağa da haramdır. İndi gəlirik Ayətullah-ül Uzma Şeyx Vəhid Xorasani ağanın müqəllidləri. Şeyx Vəhid Xorasani ağadan da sual olunur. Şeyx Vəhid Xorasani ağa buyurur ki, cavab faslirindədir məndə. Bənabər ehtiyat vacib-i müəkkəd muamələ kərdən bain şirkətə caiz nist. Bu tərzdə olan şirkətlərlə alver eləmək haramdır. 301 nömrəli sualdır. Ayətullah Seyyid Bürucurdi eyni sual göndərilir, ağa da buyurur la yecuzu taamulu ma'aha. Bu şirkətlərlə alver eləmək haramdır, icazə verilmir. Ayətullah Haşimi Şəhrudi eyni sual və eyni cavab, icazə verilmir. Ayətullah Seyyid Ələvi Qurqani eyni sual və eyni cavab, haramdır. Ayətullah Şəmsiddin el-Vaidi eyni sual, ağa buyurur yəhrimut taamul ma'a şərikat min hadən növ. Bu növdə olan şirkətlərlə alver haramdır. Bə'də zəlikə Seyyid Əli Xameneyi müqəllidləri eyni sual, ağa buyurur ki la vəcəhə şər'ən li hadihil muamələ. Bu şirkətlərlə alver eləməyin heç bir şər'i sifəti yoxdur və la yəmlikül mal və la yumləkül mal bi izaiha. Bu şirkətlər yolu ilə əldə olunan mala da, mülkə də şəxs malik deyil. Bəli. Sonra deməli Ayətullah Şeyx Yaqubi Nəcəfil Əşrəfdən Şeyx Məhəmməd Yaqubi eyni sual, 2 səhifə cavab, ağa da haram buyurur. Ayətullah Seyyid Sadiq Şirazi təqribən əlimdə olan istiftada 14-cü istiftadır. Burada da ağa ilə istifta eləmişik, cavab verir ki bu şirkətlərlə əlaqə qurmaq haramdır, olmaz. Məsləhət görür ki, möminlərə məsləhət görür ki, daxili istehsala güc versinlər. Nə ki, xaricin malların daxildə satışına şərait yaradılsın. Sonra Ayətullah Şeyx Yədullah Duzduzani eyni sual göndərilib və ağada haram, batil sairəsindən deyir ki, batildir. Ayətullah Seyyid Əli Muhammed Dəstiğeyb o ağada da haramdır.
Ayətullah Seyyid Müdərrisi haramdır. Sonra deməli Ayətullah Seyyid Məhəmməd Şəhrudi ağada da haramdır. Ayətullah Yusuf Sani'idə də haramdır. Ayətullah Şeyx Hüseyin Məzahiridə də haramdır. Ayətullah Seyyid Sistani'nin müqəllidləri, diqqətli olun. Ağanın kəlməsini oxuyuram. Səmahət-i Seyyid Həfəzəhullah la yuraxısud-duxul fi ə'mal mithl hadihi şərikat. Qeyd olunan şirkətlərlə əlaqə qurmağa Seyyid Sistani icazə vermir. Ayətullah Nuri Həmədani o ağada icazə vermir. Ayətullah Şeyx Muhaqqıq Kabuli o da icazə vermir. Ayətullah Seyyid Kəmal Heydəri o da icazə vermir. Sonra deməli Ayətullah Musəvi Ərdəbili o da icazə vermir. Ayətullah Şeyx Safi Gülpeyqani o da icazə vermir. Və sonuncu deməli Ayətullah Seyyid Murtaza İsfahani Müəssəsət-i Sıbteynin bir növ idarə edən şəxs o da icazə vermir və İslam dinini zərbələnmək üçün təşkil olunan bir şirkət kimi sayır və Ayətullah Seyyid Səid Həkim də icazə vermir və sonuncu Əhl-i Xilafın İslam vibdir ya vibdir İslam vib. Həmən onların mərkəz fətvası, fətvanın nömrəsi 35492-ci fətva. Həmən bu növ alver soruşulur. Ağa buyurur ki, həmən bu alver haramdır, olmaz. Deməli, xülasə bir nəfər şəriətin haram buyurduğu şeyi satırsa, alırsa, onun şəxsi işidir. Biz onun şəxsi işinə qarışa bilmərik. Biz fəqət şəriət məsləhəti verə bilərik ki, şəriətdə bu şey haramdır. Şəriətdə bu şeyə icazə verilmir. İndi 24 müştəhid deyir haramdır. Bir nəfər, 2 nəfər, 3 nəfər deyir nədir? Məsələm halaldır. Eybi yoxdur. Sən öz təqlidi elə, bu ağada neynəsin? Öz təqlidin eləsin. Fətva verilən məqamda şəxsin ixtiyarı yoxdur ki, öz müştəhidini tərk eləyib, dünyaya xatir, axirəti satıb, dünyaya xatir müştəhid dəyişsin. Özü də bu bəyənilməz günah əməllərdəndir. Salavat zikri Muhammed var Muhammed. Allahümme İnşallah bugünkü bəhsimiz təqribən 2 həftə bundan əvvəl başladığımız bir mövzunun davamıdır. Aleykumussalam.